Salam, hər vaxtınız xeyir olsun. Bu günləri mədə-altı vəz xərçənginin əlamətləri və ondan qorunma əlacları haqqında sizə məlumat vermək istəyirəm. İlk növbədə mədə-altı vəz xərçənginin əlamətləri. Çəki itirmə, iştahsızlıq, yorğunluq, kürəyə vuran, qarnın yuxarı hissəsində olan ağrılar. Hansı ki, bu ağrılar yeməkdən sonra artmış olur. Həzm sistemində olan problemlər, qarında şişkinlik, ürək bulanma, duru stul, ayağa yola getmək. Bunlar xərçəngin, mədə-altı vəz xərçənginin əlamətləridir. Ümumiyyətlə, tez-tez qidalanma zamanı, xüsusilə karbohidratlarla qidalananda insulin səviyyəsi qanda yüksəlmiş olur. Bu da növbəti mərhələdə diabet önü və diabet xəstəliyi deməkdir. Diabet xəstəliyi zamanı mədə-altı vəzi atrofirləşir, onun ferment və hormon istehsalı pozulur. Xüsusilə mədə-altı vəzidə Langerhans atıcılarında insulin ifrazı istehsalı pozulmuş olur. Diabetik xəstələrdə mədə-altı vəzidə güclü iltihabləşmə gedir ki, bu da növbəti mərhələdə fibroz və onun xərçəngi deməkdir. Bəs necə qorunmalı? İlk növbədə keto diyetaya əməl etmək lazımdır. Şəkərsiz, karbohidratsız qidalanma. İkinci, nutriyentlərlə qidalanma. Üçüncü, çoxlu tərəvəz yemək və ən nəhayət interval azlığa mütəmadi olaraq riayət etmək. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.